Yer kürəsində iki əsas meridyan var. 0 dərəcə Greenwich və onun tam əksi olan 180 dərəcə antimeridyan. Bu iki meridyan yer kürəsini şərq və qərb yarımkürəsinə ayırır. 180 dərəcəlik meridyanı beynəlxalq tarix dəyişmə xətti adlandırırlar və onun müəyyən edilməsi 1884-cü ildə Vaşinqtonda keçirilmiş beynəlxalq konqresdə başlanmışdır. Beynəlxalq tarix xəttinin şərqi ilə qərbi arasında bir günlük fərq mövcuddur. Yəni bu xəttin qərbinə doğru keçdikcə yeni gün başlayır. Məsələn, xəttin şərq tərəfində bazar günüdürsə, qərb tərəfinə keçən kimi bazar ertəsi başlayacaq. Gördüyünüz kimi, bu xətt düz deyil, əyri formada çəkilib. Bunun səbəbi odur ki, xətt düz olsa, eyni ölkənin daxilində iki fərqli tarix yarana bilər. Məsələn, Sibir ərazisində eyni gündə iki fərqli tarix yaranmasın deyə xətt həmin hissədə şərqə doğru əyilmişdir. Daha sonra Bering dənizi üzərində xətt yenidən qərbə doğru əyilir. Eyni şəkildə Fiji adaları və Yeni Zelandiya eyni tarix zonasına daxil olsun deyə xətt şərqə doğru əyilmişdir. Bəlkə də düşünərsiniz ki, necə olur ki, eyni anda iki fərqli gün mövcud olur? Beynəlxalq tarix xəttinin qərbinə keçəndə yeni gün başlayır. Bəs bu necə baş verir? Bunu anlamaq üçün yer kürəsinə şimal qütbündən, yəni yuxarıdan baxaq. Günəşə tərəf dönən yer tərəfi gündüzü yaşayır. Əks tərəfdə isə gecədir. Bildiyiniz kimi, yer qərbdən şərqə doğru fırlanır və fərz edək ki, beynəlxalq tarix xəttində gecə yarısıdır və şərq tərəfində isə bazar günüdür. Yer fırlandıqca və tarix xətti şərqə doğru hərəkət edirmiş kimi olduqca qərb tərəfində bazar ertəsi başlayacaq. Yer tam bir dövrünü 24 saata tamamlayır. Ona görə də beynəlxalq tarix xəttində səhər 6:00 olanda bazar ertəsi 6 saat davam edir və bazar gününün isə 18 saatı qalmış olur. Tarix xəttində saat günorta 12:00 olanda bazar ertəsi 12 saatlıq olur və bazar gününün isə 12 saatı qalmış olur. Yer fırlandıqca bu dövr bu şəkildə davam edir və təkrarlanır. Daha çox coğrafi məlumat üçün səhifəni izləməyi və bəyənməyi unutmayın.